Oğlan dostuma zəng elə. Gecəni bizə qala bilərsən. Dev məndən 100 manat pul qazan. Oğlan dostum var. Bəli, var. Çox yaxınsınız. Yəni də biraz yaxınıq. Zəng edəcəksən, evə çağıracaqsan, amma gəlməsə, yəni dostluğunu qoruyub saxlasa, məndən 100 manat pul qazanacaqsan. Əlavə də səhifəni izləsənsə 100 manat qazanacaqsan. Yəni toplam 200 manat gedəsən. Razısan? Razıyam. Səhifəni izləyirsən? Xeyr. Qarşıma çıxmışam. Bəli. Bəs doğru deyirəm, bax səhifəni izləyin. Bax baxan sən də izlə, siz də izləyin, çünki sonra yenə qarşıda çıxa bilərəm. Zəng edirsən? Eləyirəm. Yoxlayaq, görək nə olur. Səncə gələcək, gəlməyəcək? Məncə yox. Gəlməsə 100 manat sənin. Yoxlayaq, zəng elə. Ayca. Maqa necəsən, nə var, nə yox? Yaxşıyam oğlum, sən nədirsən? Çox sağ ol, mən də yaxşıyam. Gör nə deyirəm, bu gün evdə təkəm. Mama gili, papa gili gediblər də rayona. Ürəyim sıxılır, dedim Aha. sənə deyim. Gəlmək istəsən əgər gəl də bizə. Oturarıq, çay içərik, film izləyərik. Perfect. Çayın yerinə içki içsək olmaz, gecəmiz manalı keçər. Əslində o da olar, yəni problem deyil. Nə olacaq ki, 2-3 günlük dünyadır, yaşayaq da bu dünyanı. Tamam, mən onu çaxır alıb gəlirəm. Yaxşı. Konum atma ehtiyac var, yoxsa? Əzbərə bilirəm. Hə, tamam. Amma yenə də atım da sənə. Tamam. Tamam. Bəs gəlməyəcəkdi. Neyim? Qələt oldu da. Əzbərə bilirsə, yəni yenə gələcəyini bilirdin də onda. Bir dənə risk aldın ki, bir dənə gəlməz işlər olar, hə? Biraz risk aldıq. Yox, səhifəni izləməsən də, oğlan dostun gəlsə də, 100 manat itirsən də, bu son deyil yenə qarşıma çıxa bilərəm. Səhifəni mütləq izləmək lazımdır. Bəli. Neçə il dostluq edirsiniz? 3 il olar. Məncə biz çox yaxınsınız, hə, yox? Deyəsən yaxınıq. Çağıracaqsan bəs? Yəni gəlir də artıq mən nə edə bilərəm yoldadır. Çox ürəyi yumşaq insansan. Çox sağ ol.